Bəzi ucqar kəndlərdə hələ də istifadəyə yararsız və ya qəzalı vəziyyətdə olan məktəblər mövcuddur. Belə məktəblərdən biri də Xaçmaz rayonunun Mürşidoba kənd tam orta məktəbidir. 1947-ci ildə cəmi 2 otaqda ibtidai məktəb kimi fəaliyyətə başlayan təhsil ocağı sonradan genişləndirilib. 1960-1990-cı illərdə kənd sakinlərinin dəstəyi ilə məktəb üçün əlavə sinif otaqları tikilib. İndi təhsil ocağında 16 sinif otağı var. Burada Mürşidoba və Sabiroba kəndlərindən olan 308 şagird təhsil alır. Binanın qəzalı vəziyyətdə olması səbəbindən təxminən 70-ə yaxın şagird digər məktəblərə, əsasən rayon mərkəzinə üz tutmağa məcbur olub. Bu isə həm şagirdlər, həm də valideynlər üçün əlavə çətinlik yaradıb. Mənim 10 nəvəm bu məktəbdə təhsil alır. Bina yararsız vəziyyətdədir. Valideynlər məcbur olub uşaqları 10 kilometr aralıda yerləşən başqa məktəblərə aparırlar, deyə kənd sakini Tofiq Aslanov söyləyib. Mürşidoba sakini Elvin Ağayev bildirir ki, məktəbdə tədrisin səviyyəsindən razı olsa da, binanın qəzalı vəziyyəti valideynləri ciddi narahat edir. Şəraitsizlikdən uşaqlar başqa məktəblərə yönləndirilir. Bu bina yararsızdır. Yeni məktəbin inşasına ehtiyac var. Məktəbin binasında cari təmir işləri aparılsa da, heç vaxt əsaslı təmir edilməyib. Məsələ ilə bağlı Quba Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, binanın əsaslı təmiri və ya yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb.